İşığı ilə gecələri gündüzə çevirən Mingəçevir indi isə tarixinin ən nəhəng stansiyasının açılışına şahidlik edir. Prezident İlham Əliyev Azərbaycanın tarixi zəfərinin şərəfinə 8 noyabr adı verilən stansiyanın açılışını edib. 1880 megawatt gücündə bu stansiya bizim enerji potansiyalımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliyini artıracaq və beləliklə Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Ötən əsrin ortalarından başlayaraq Azərbaycanın enerji təminatının onurğa sütunu sayılan Mingəçevir şəhəri 21-ci əsrdə bu əzəmətini daha da artırır. Burada ölkənin ən nəhəng yeni istilik elektrik stansiyası inşa edilib. Stansiyadan əldə olunacaq enerjinin həcmi isə 2 gigavata yaxın olacaq. Cənab Prezident İlham Əliyevin 25 oktyabr 2022-ci ildə imzaladığı sərəncamla ölkədə enerji dayanıqlığının təmin olunması, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət edilməsi, ətraf mühitin qorunması məqsədi ilə Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikilməsinə qərar verilib. 13 fevral 2023-cü ildə Cənab Prezident İlham Əliyev və İtaliyanın Made in Italy naziri Adolfo Urson'un iştirakı ilə Gülüstan sarayında 1880 megawatlıq yeni elektrik stansiyasının mötəbər təməl qoyma mərasimi olub. Tikinti işləri ilə paralel olaraq layihələndirmə aparılıb. Tikintinin baş podratçısı isə ixtisaslaşmış yerli şirkət olan BCC Group seçilib. Əfqan müəllim, əvvəllər ölkədəki elektrik stansiyalarını dünyaca məşhur xarici şirkətlər tikirdi. Artıq ikinci böyük stansiyadır ki, bunu yerli şirkət olaraq BCC Group həyata keçirir. Bu çətin və böyük işin gedişatını və məsuliyyətini necə qiymətləndirirsiniz? Həm həcminə görə, həm istehsal elədiyi gücə görə və həm də çox böyük diqqət mərkəzində olduğuna görə çox məsuliyyətli bir layihədir. Buna BCC Group hazırlıqlı şəkildə layihənin tikintisini üzərinə götürüb və mən deyərdim ki, çox sürətlə layihənin tikintisi başlanıldı. Sahədə quraşdırılacaq avadanlıqların yerləri müəyyən olundu, tezliklə layihə hazırlandı. Layihə hazırlanandan sonra bir neçə ölkəyə sifariş verildi. Ağır yüklü tonajlı yüklərin yerinə quraşdırılması dünyanın ən axırıncı texnologiyalarından həyata keçirildi. Yüksək ağır yük qaldıran kran avadanlıqlarından çox sərbəst sürətlə bu ağır yükləri yerinə quraşdırdıq. Bu layihənin bir özəlliyi də oldu ki, 4 ütül qazanın quraşdırılması əgər hər birini ayrı-ayrılıqda aparsaydı, vaxt çox sərf olunardı. Mütəxəssislər tərəfindən belə qərara gəlindi ki, 4 qazanın 4-ü də paralel olaraq montajı, yəni quraşdırılması aparılsın. Ondan ötəri ağır tonajlı kranlar gətirildi, 300-500 tonajlı kranlar və mütəxəssislər tərəfindən verilən bu təklif özünü doğrultdu. Qısa bir vaxtda, yəni tələb olunan vaxtda biz bu qazanların quraşdırılmasını tam başa çatdırdıq. Mega layihənin tərkib hissələrinin hər biri minlərlə kilometr məsafə qət edib və bunun üçün aylarla vaxt sərf olunub. Bu mega layihənin icrasında qarşıda duran ən mürəkkəb məsələlərdən biri də avadanlıqların istehsal edilən ölkələrdən Mingəçevirə gətirilməsi idi. Stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal material gətirilib. Çindən gələn və nəhəng util qazanları gətirən ilk gəmi Sakit Okean, Qırmızı dəniz, Süveyş kanalı, Aralıq dənizi, Bosfor və Dardanel boğazlarını keçərək Qara dənizə, oradan da Gürcüstana gəlib çıxıb. Yüklər Gürcüstandan isə Mingəçevir şəhərinə quru yolla gətirilib.
Dongfang şirkətindən alınmış ümumilikdə 40 min kubmetr həcmində 20 min ton 4 ədəd util qazan Çindən gələrkən Yəməndə Husilərin Qırmızı dənizdə gəmilərə hücum etmək təhlükəsinə görə marşrutun tamamilə dəyişərək Ədən körfəzinə girmədən Afrika qitəsini dövr edərək bir ay ərzində Gürcüstanın Poti limanına gələ bilib. Oradansa ağır tonajlı xüsusi nəqliyyat vasitələri ilə Mingəçevir şəhərinə daşınıb. Sifariş əsasında İtaliyanın Ansaldo Energia şirkəti tərəfindən hazırlanan ümumi çəkisi 3000 tondan çox olan 4 dəst qaz turbini və generator, o cümlədən köməkçi avadanlıqlar ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına qədər davam edib. Çindən idxal edilən 4 ədəd 400 meqavat blok transformatoru, 4 ədəd 25 meqavat xüsusi sərfiyyat transformatoru və onların avadanlıqları isə Çindən Qaradənizə, daha sonra isə Volqa-Don kanalı vasitəsilə Bakı limanına gətirilib. Və hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb və eyni keçid təmin edilərək yollar bərpa edilib. Stansiya ərazisində 15 min kubmetrdən çox həcmdə svaylar vurulub, 7200 ton metal konstruksiya işləri görülüb. 8 noyabr stansiyasında tikinti işlərinin vaxtında və keyfiyyətli icrası üçün İtaliya, Çin, İspaniya, Türkiyə mütəxəssislərlə yanaşı 2500 nəfər yerli mütəxəssis də çalışıb. Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 km uzunluğunda 1000 mm diametrli borularla yeni qaz xətti inşa edilib. 2 yeni qaz paylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompresor qurğuları quraşdırılıb. Elektrik stansiyasının bütövlükdə 4 ədəd qaz, turbin və generator qurğuları burada yerləşir. Mühəndislik əsəri sayılan bu iş isə cəmi 2 il müddətinə ərsəyə gəlib. Yeni stansiyanın əsas avadanlıqları olan 4 ədəd qaz turbini, 4 ədəd generator, 4 ədəd util qazan, 4 ədəd blok və xüsusi sərfiyyat transformatorları qrafika uyğun olaraq yüksək ustalıqla quraşdırılıb. Yeni stansiyanın enerji sistemi inteqrasiyası üçün Azərbaycan İstilik Elektrik Stansiyasının 500 və 330 kV-luq yarım stansiyaları tam yenidən qurularaq genişləndirilib. Əlavə olaraq 65,6 km uzunluğunda 500 kV-luq Mingəçevir Samux ötürmə xətti inşa edilib və 500 kV-luq Samux yarım stansiyasında yenidən qurma işləri aparılıb. O cümlədən stansiyada havalandırma, yanğından mühafizə, rəqəmsal idarə etmə, monitorinq və digər zəruri təchizatlar yaradılıb. Stansiyada ümumi effektivliyi artırmaq üçün Azərenerji tərəfindən Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasının mövcud 7-ci və 8-ci enerji bloklarının buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib. Bu isə o deməkdir ki, artıq 7 və 8-ci bloklar qaz yandırmadan yeni quraşdırılan 1280 meqavatlıq 4 qaz turbinindən çıxan buxar hesabına işləyir və stansiyanın ümumi gücü 1880 meqavata çatır. Qoyuluş gücü 1880 meqavat olan yeni stansiyada Azərbaycan mühəndislərinin müasir yanaşması ilə inşa prosesində əlavə 90 meqavat da enerji istehsalı imkanı yaradılıb. Bununla da stansiyanın gücü 1970 meqavata yüksəlib. Bəs görəsən mühəndislər buna necə nail olublar? İzafi buxardan əlavə 90 meqavat enerji əldə etmək imkanı necə yaranıb? Yerli mütəxəssislərin hesablamaları nəticəsində araşdırılıb tapılmışdır ki, istismara verilən 4 ədəd qaz turbin qurusu və util qazanından əlavə olaraq 90 meqavat güc əldə etmək olar. Bunun həlli yolu kimi də 6-cı saylı buxar turbinindən istifadə nəzərdə tutulub. Hal-hazırda bunun üçün sxem işlənib hazırlanıb və layihənin icrası nəzərdə tutulur. Yenidən qurulan bu layihə bizə həm əlavə yük, həm də sistemdə baş verə biləcək qəzaların mümkün qədər daha tez və sürətli aradan qaldırılmasına köməklik göstərəcək. Misal olaraq qeyd etmək olar ki, digər stansiyalarımızda bu imkanımız yoxdur. Qəzalar baş verdikdə qəzanın miqyası daha da böyüyür. Buradakı nəzərdə tutulan 90 meqavatın 6 saylı buxar turbinində əldə olunması ilə yarana biləcək güc itkilərinin də qarşısı alınacaq. Beləliklə, yeni tikilən elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı Azərbaycan İstilik Elektrik Stansiyasının digər blokları ilə müqayisədə 120 qram azalmaqla 225 qram təşkil edir.
Bununla da illik 1 milyard kubmetrədək təbii qaza qənaət olunur. 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Faydalı iş əmsalı 17% artmaqla 38,5%-dən 55,5%-ə yüksəlir. Dünyanın ən ixtisaslaşmış qaz kompressor şirkətinin mütəxəssisi kimi bu stansiyanın texniki, iqtisadi və enerji effektivliyi göstəricilərini necə qiymətləndirirsiniz? This is a solution actually state of the art if compared with the other similar solution in the world. Bu layihə əslində dünyanın digər oxşar layihələri ilə müqayisədə daha qabaqcıldır və təbii qaza qənaət etməklə yanaşı CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaltdığı üçün çox səmərəli layihədir. Beləliklə, mənim çalışdığım Franka Tosi Mekanika şirkəti innovativ həll olan buxar inteqrallı turbinlə hərəkətə gətirilən qaz kompressorunu təqdim etməkdən qürur duyur. Bu həll qlobal qaz kompressor sənayesində praktiki olaraq unikaldır və onun həyata keçirilməsi elektrik stansiyasının səmərəliliyini daha da artırır. About the gas booster providing solution. Artıq enerji təhlükəsizliyi və enerji effektivliyi nümunəsinə çevrilən bu layihə Cənab Prezidentin uzaqgörən enerji strategiyasının daha bir göstəricisidir. 8 noyabr stansiyası bundan sonra müstəqil və qüdrətli Azərbaycanın etibarlı enerji təminatının keşiyində dayanacaq. Ən müasir avadanlıqlarla və 2 gigavata yaxın istehsal gücü ilə ölkənin enerji tarixinə qızıl hərflərlə yazılan bu stansiya Azərbaycanın enerji siyasətinin uğurlarından biri kimi isə daim yaddaşlarda qalacaq. Artan tələbatı qarşılamaq, bərpa olunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılmasını təmin edən ölkənin ən böyük yeni elektrik stansiyası hər kilovat saat enerjiyə görə ən az qaz yandıran stansiya olaraq da tarixə düşəcək. Müasir texnologiyanın istifadəsi atmosferə atılan karbon qazı miqdarını 2 milyon ton azaltmağa imkan verir. Dünyanın bir çox ölkələrindəki analoqlarından fərqli olaraq bu stansiyanın inşası zamanı cəmi $470 milyon istifadə edilməklə bütün işlər tamamlanıb.